Şimdi mamanın əlindən bərk-bərk tutmuşam ki, bir xata çıxartmasın. Hər an bir şey ola bilər, yəni. Burada nə deyir bilmirəm. Səsini almışam videonun. Bir şeylər deməyə çalışır. Bu arada arkadaşlar, sizcə bugün necə görünürdüm? Mənim ümumi yeni il lookumu bəyəndinizmi? Çox abartmamışam. Maksimum dərəcədə sadə həmişə olduğu kimi. Siz nasıl buldunuz? Yorumlarda yazın. Daha sonra izləyicimiz bizə sürpriz elədi və belə bir gözəl yeni il tortu gətirmişdi ora. Özü tamamilə sürpriz oldu. Yəni xəbərim yox idi bu tortdan. İzləyicimizlə birlikdə kəsdik. Həmin izləyicimiz bizim üçün parfüm hədiyyələri və s. də gətirib. Onu da birazdan videoda sizə göstərərəm. Şəhriyara deyirəm ki, Şəhriyar gör nə gözəl tort düzəltdiriblər. Şaxta babasından tutmuş padarkalar nə kimi var üstündə. Və işıqlar söndü. Bildim ki, yenidən əyləncə başlayır. Gəldim, gördüm kuklalardan biri Rabiəni tangoya dəvət edib. Uşağımı o yana uçurdurdu, bu yana uçurdurdu. Mən gələndən sonra qaçdılar. Bu iki kukla ilə də bir yerdə çox maraqlı vaxt keçirdik. Həqiqətən çox qəşəng dans edirdilər, oynayırdılar, bizi şənləndirdilər, uşaqları şənləndirdilər. Mən də düşmüşdüm əlimdə kamera ilə kuklaların dalıca əl çəkmirdim onlardan. Sonra biraz kuklalarla burada özümü çəkdim. Sonra Rabiyə ilə çıxdıq səhnəyə, biz başladıq coşmağa. Maraqlı mahnılar qoşurdular bu arada. Elə partilər olur ki, mahnıları çox sıxıcı olur, amma bizim mahnılarımız əlaydı. Burada tahmin eləyin hansı mahnıyı oynayırıq. Bir saniyə kameranı çevirim. Bir dənə dodağımızı oxuyun da, xahiş eləyirəm. Gözləyin, özüm oxuyum. Tak tak tak, kapıda kim var? Yox, o deyil uşaqlar. Tahmin eləyin, görün hansı mahnıyı oxuyuruq. İndi özümün də yadımdan çıxdı. Gərək kodunu verin, bir də baxım. Sonra bu kuklalar da gəldilər bizim masa tərəfə. Mama yenə kuklalarla oynayır. Kuklalar mamanı səhnəyə dəvət elədilər. Sonra burada bir şeylər oldu. Anlaya bilmədim nələr oldu. Kukla axırda nəticə olaraq Şəhriyarı dartdı, apardı. Şəhriyar dedi, mən evliyim, bırak beni. Sonra qayıtdı geriyə. Bilmirəm niyə belə triplərə girmişdilər. Nə əlaqə. Sonra ən maraqlı hissəsi gəldi. Artıq yeni ilin girməsinə son 5 dəqiqə qalmışdı. Hamımız yığışdıq ortalığa. Uşaqlar, sizə deyə bilərəm ki, bundan sonra mı ortalıq qızışdı? Yəni bura qədər hələ o qədər coşqulu değildi animatorlar olmasaydı. Hamı utanırdı. O ki, yeni ilə girməyə başladıq. Bu dəqiqələrdə hamı başladı coşmağa. Partladan verdilər oradakı işçilər Şəhriyara. Dəlinin ağlına daş salmaq kimi bir şeydi. Düz ağzımın içində partlatdı. Gözümə girmədi, böyük şeydi yəni. Haydi yeni ilə girelim bakalım. 5, 4, 3, 2, 1. Evet, Şaxta babalar eşliğində, Mandarinin də işçi heyəti, qonaqlar, hamımız birlikdə Cənub zonasında 2026'ya giriş elədik. Siz yeni ilə harda keçirdiniz, yeni ilə harda girdiniz, yorumlarda yazın. Sonra işçilərlə Şəhriyar düşdülər ortalığa. Ay Allah, konsert çıxartdılar da orada. Şəhriyarı otusturmuşdular bəy kimi ortada. Bütün Mandarin işçi heyəti oynayırdı Şəhriyarın başının ətrafında. Hətta bir ara DJ yoxsa aparıcı bilmirəm, səs gəldi bir yerlərdən ki, Şəhriyar, özümü deyəsən bəy stolunda hiss elədin. Axırda da biz çıxanda vağzalı çaldılar, dedilər Şəhriyar, səni bəy kimi də yola saldıq buradan. Çox gözəl rəqslər oynadılar. Hətta bizim izləyicilərimizdən də orada çox gözəl ritm oynayanlar var idi. Onları da sizə bacardığım qədər çəkmişəm. Şəhriyar burada Allah qızışdı bildiğiniz. Çocuğumun kafası getmişdi arkadaşlar. Durdura bilmiyorduk. Mahnının dalıca mahnını qoşdururdu. Baxın belə abuk subuk oynayırdı. Əməli başlı məzəlləndilər. Daha sonra Şəhriyarla yeznəsi, yəni baldızımın yoldaşı, həm də əmioğludular da səhv eləmirəmsə, İran təranələri oynadılar. Bu tərəfdə sevirlər İran təranələrini. Mən də bura gələndən sonra bildim. Sən Allah bunun tipi. Növbət təqdiminə hər birinizi salamlayırıq. Evet
Əskuşa videoya hazırlıksız düştü, tuttum onu. Bunların biri yeni bir il. Mən belə şeylər çox özənmirəm. Yəni ay yeni il, yeni başlanğıclar. Bizə qaldığımız yerdən davam eləmək xoşdur. Keçən ildən yolkamız hələ qalıb burada. Ha, 2025'ten kalıp yolkamız. 2026'da hələ yolkamız qalıb arkadaşlar. Şeydir 2026'nın hələ yolkasına çox var. Bunu sökmək lazımdır. Ha, sökmək Bu lazım. arada bunu demədən geçemeyeceğim. Bir ildir bizi görmürdünüz. Nə tərsiz darıxmısınız. Aklınızda bizi 2025'te görürsünüz ama biz 2026'dayız. Həqiqətən 2027 364 gün qalıb niyə biz yolka qurmuşuq? Mənim boşum çıxmır Rabia, sənin boşun necə çıxıb? Arkadaşlar dünən yeni il şənliyində restorana bizim üçün əziyyət çəkib çox gözəl hədiyyələr Oh my gətiriblər. God. Biz istəyirik onları sizə də göstərən. Nə oldu? Seymulla ilə arındaydı. Seymulla dadır. Həqiqət sən? Mən Özü qoyub. Seymulla. Seymullah. Seymullah. Hər gün bizə Siyə? toxuluyur, gəlir iynədir, bizi öpdürür. Ay Allah. Adı bir sənə Meymullah. Ha sen otur. Mən öz hədiyyəmdən başlamaq istəyirəm icazənizlə. Dünən bunu ora bir xanım gətirdi. Yeni il tortunu gətirən xanım. İlk mənim hədiyyəmdən başlayaq. Şəhriyara da bu arada hədiyyə gətirib. Şəhriyarla Əsnad 2 dənə görməmişdən açıblar hədiyyələrini. Evet deyim Duku hoşuma geldi arkadaşlar. Arkadaşlar mənə parfüm gətiriblər. Açıyorum. Ən sevdiyim şey bu həyatda parfüm açılışıdır. Lütfen bana hediye almak isterseniz parfüm alın. Makyaj alın. Anladınız. Şimdi açtı siz de bakın. Rabia araya etti. Gel kassa gel. Bir şey deyim, mən heç xoşum gəlmir belə hədiyyələri açmağa. Ancaq saxlayım. Saxlayım qoyum otağıma qırağa, bəzər kimi qalsın. Öyle mi sensin? Yapma ya. Parisdən İyi gətirdim. indidən gəldi, Qur'an and olsun. Oho. Oh my god. Oh my god. Ay şöyle o. Şey. Hə. Deməli arkadaşlar CD kartımız doldu üzümü sayın. Deməli bu Duxudan mən uşaqları 14 fevralda almışdım sevgililer günündə. Şəhriyar kameranın yerini boşaldı. Bir anlıq mənə aydınlanma gəldi ki, sevgililer günündə mənə hədiyyə alınmalıdır. Mən niyə bunlara hədiyyə almalıyım? Sevgililer günündə ben sana hediye aldım da aşkım bu necə şey? Mən niyə bunlar mən sevgilim deyil, mən niyə hədiyyə almışam? Ma onlara da almışım. Ata həmişə alırdı bizə sevgililər. Ata alsın da mən niyə loxlamışam? Ben sen niye loklamısan özüreyim bana lok. Bir də bir gül almışdı sevgililər bayramında. Mən yaşlı idi gülüm, həm deyirdim. Ya, kırmızı, yaşıl, göy, mor. Mor. Onlara da şey çikolata almış. Cülü koyarım senin altına tırsa. Onlara da Milkan Gül şokolatını almış. Milkan Gül şokolatı, evet. Kalem Duxu'nun götürməm çox qəşəng. Böyle. Çox təşəkkür edirəm. Çox xoşuma gəldi bu hədiyyə. Bu arada bu ilin ilk hədiyyə açılımıdır bu. Bu hədiyyələr də bu hədiyyələr də daxil olmaqla yanvar ayı ərzində bizə gələn açdığımız hədiyyələr içindən bir nəfərin hədiyyəsini ən gözəl seçəcəyik yanvarın axırında. Və bizim də o şəxsi hədiyyəmiz olacaq. Ay Allah, sen ne kadar mutlu, ne çok bilmişsin. Ha, onlar hediye. Ben altına. Taş, kağıt, makas edin. Daş, makas. Daş, makas da. Taş, kağıt, makas. Taş, kağıt, makas. Hər rəsmə. Meryem, elimizden gelin elədik. Keçəsi biraz ekrana atarım. Ay sən tüm çoxdan var. Keç beləyə. Ay Allah. Təzdən qoy bizərsinə. Evet. Deməli açıb tərzdən yerinə qoyub amma tərsə qoyub. Ay Allah. Ya aç. At, məxbilə. Hələ bu Biraz kameraya git belə. Bu Barbie'nin çantası var diye onu şey tapıp kitap koydum onun çantasına. Ay bir şey diyeyim, o çantada ben Barbie'nin çantası. Necə olub bu? Yo, onun içine atmıyor. Onun üçün ağırlıq eləyir onun belinə. Yıxılar. Ama o çanta ben Barbie'nin Aşkım yıxılar o çantasına baxın. Yıxılacaq onun çantası böyüdür. Əsnad məktəbə edəndə çantası belində elə görünmür. Mickey. Güzel Barbie'dir. Vikingi var. Evet.
Öyle aslında sen özün de elə minib yerlənə onun içində. Keçənə atışdıram yollayarım. Çox qəşəngdir, həqiqətən çox şirindir. Gəl. İndi mən. İndi sıra Məryəmin. Oo! Bu nədir bəs? Hə, bu şeydir, rəssamdır. Aa, rəssam Barbie. Saç rengi. Bəs fırçalar var axına gedən. Saç seydi de saçın seydi de boyu. Rəngi. Bu da var. Rengi saçı. Aa! O brendi mən şey qoyayım. Ha, onda qalsın. Əsas o yaxınlaşdı onda izləyicilərimiz baxsın. Şey görsədi, iti görsədi. İnanın mənə o evdə o vitrində qaldı. İçində sapaçkası da var, sapakası var. İnanın mənə o Barbie Barbie kötədən vitrində qalmıyor. Nə saxlamışam o böyük Barbie var, geçə Barbie. Hə, onun üçün sən saxlamışam. Ya saxlayıb, o fış neçə ildir onu saxlayıb. 2 ildir. Neçə? 2 il oldu. Ha, 2 ildir onu saxlayıb. Barbie öz hədiyyəsi. Oo! Paketləmələr də çox Çox möhtəşəmdir ya. Christmas. Atıram. At. 10, 9, 8 bakacağım. 1, 2, 3. Wow! Enter Christmas. Nə gir? Çok yaşandı. Başına taksın. Nədir o? Şeydir, animator Barbie. Yalandısın. Allah dünənki pandalar kimi. Ver baxın. Başına Animatör görmüşəm. Animatör Barbie arkadaşlar. Başına takır oyun çıkar evde. Ay Allah. Çok yaşandı. Animatör Barbie. Ataya almayıp diye Ateşin, okur ateşin. atayından ata verdi. Animatör Barbie çok güzeldi. Arkadaşlar bakın hediyeleri seçimi siz eləyəcəksiniz. Siz seçeceksiniz. Al beni sar beni yarim. Al beni sar beni. Ay Allah. İçinden ben kim verip bunu bize? Ata bir şey diyeyim. Mənim növbəm idi axı. Yo 2 tane aldın beni al beni. Ata o kadar vəhşiyim gece yatanı dizilmişim bu ayağını. Başqa da məktub var. Can içində. Seymullahım. Al beni. Oo 3 tane al beni yar beni yarim. Bir dakika. Deməli, albeniləri qoyan qızımızın adı Rəfiqədir. Gəl Bizi çox sevir və bizdən başqa heç bir kanala baxmır. Sənin Süpersen. Şako Əminin karizması, ofşumun gözəlliyi, Məryəmin 7 bəlalığı, Rabişin gülüşü, Əsnatın yerbəzəyliyini çox sevir. Axıra qədər oxumuram arkadaşlar. Bunu Cafe Love City'ye koyulup bu hediye. Arkadaşlar Cafe Love City'dəki məktublarda narahat olmayın. Götürülür, oxunur. Sadəcə biz uzun müddətdir Cafe Love City'ye getmirik. Yəni yeni il ərəfəsində başımıza çox iş gəldi. Ona görə götürmədiyimiz məktublara görə cəmaatı yazıb banlamayın. Gedəndə götürəcəyik inşallah. Tədricən də açacağıq. Yanvarın axırında da ən gözəl hədiyyəni qoyayaq. Ofşa sırası. Bizdən hədiyyə alacaq. Mənim. Yo, mən Mən Xeyr. Ay benim kim atsın? Brent House'a mektup hiçbir şey koymayın. Artık Brent House'u hendeverinden belə keçmiyoruz yani arkadaşlar. Əllərindən Yadımızdan çıxdı acaba. Hə, Brent House axırıncı dəfə getdim, hər ehtimalı yoxladım, hansısa izləyicimin nəyisə qalmasın Heç deyə. izləyiciniz çəkmir. Hə, ücədə gətirməyib, da biz də ona görə getməyə ehtiyacı duymuruq. Ona görə qətiyyən Brent House-un filiallarına, özünə qoymayaq. Ha, yani gelip bize çatmayacaktır yani arkadaşlar. Evet, belə bir kutumuz var. Çox qəşəng içində paketləmələr var. Açalım Biz bakalım. burada şeyde atmıştık la. Zeynəbdən hədiyyə. Birinci, Rabia. Bloknot. Bloknot